6-cı yeri saxlasalar bayram eləsinlər. 1-2 hesabı ilə. Bütün komanda inanır, məşqçisi, futbolçusu ki, hətta rəhbərliyi də ki, ən bədbin azarkeşlərində belə o inan var ki, Neftçi cavab oyununda udacaq. Heç olmasa mövsümü major notlarla bitirmək üçün və Avrokuboklara getmək üçün finala çıxacaq. Hətta deyilənə görə mediada yazılanlara inansaq, fanpage səhifələri paylaşır ki, əgər Neftçi sabahı adlasa, hər futbolçuya 10.000 mükafat vəd verilib rəhbərlik tərəfindən. Bu yaxşı mükafatdır əslində, yaxşı bir stimuldur. Bir tərəfdə biz bilmirik sabah futbolçularına nələr vəd verilib. Təsəvvür et, sabahı 20.000, bəlkə də bir qədər artıq. Qardaş, o futbolçunun haqqıdır. Udacaq, nə pul verəcəklər, yəni çıxıb əziyyət çəkəcək. Haqqı deyə, qardaş, Neftçi futbolçularının bu dəqiqə puldan danışmağa haqları yoxdur. Heç pulu fikirləşmirlər. Pulu düşünməyə haqları pulu fikirləsən, maaşın varsa, sən bu pulu fikirləşmirsən. Maaşın normal maaşı var özdə. Bu dəqiqə Neftçi futbolçularının maaşlarını saymaq, kimisə maaşını saymaq fikrimiz yoxdur. Amma onların maaşına baxsaq, Azərbaycanda bəlkə də Qarabağdan sonra ikinci komandadır. Düzdürmü? Neçə ildir çıxış edirəm. Mən bir dəfə də pul söhbət eləməmişəm. Bax, konsertdən sonra çıxardıblar. 120 min veriblər, 180 min veriblər mənə. Yəni, heç vaxt söhbətini eləməmişəm. Onu danışmırsan, konkret qəti danışmırsan. Heç demirsən. Yəni, onlar indiki təkrar ikinci oyunu kimi. Aprel 23. Bizə nə bilim. Oradan bir dənə şubamı verin də. Rəhbəri bizə nə qədər premiya söz verib. O premiya onsuz da zaten sən utdun, keçəcəksənsə o premiyanı sənə verəcəklər. O heç. Bir var normal premiya, mükafat. Normal mükafat. Gəl etiraf eləyək ki, adam başı bu dəqiqə hər futbolçu 10.000 manat çox ciddi məbləğdir. Mənə başqa şey maraqlandırır. Niyə görə bizim futbolda bu söhbət daima çıxır üzə? Niyə görə? Mən başqa çempionatlarda bəlkə mən fikir vermirəm, amma başqa çempionatlarda mənim yadıma gəlmir. Kimsə oyundan qabaq düşsün ki, bu millimizə də aiddir. Hamı bilir milli nə qədər pul alır. Türkiyədə də olur. Türkiyədə vallahi mənim yadıma gəlmir. Onlar hələ nə addadı deyil, Çempionlar Liqasında prezidentlər hər futbolçu 250 min evro premiya paylaşır. Qardaşım, Çempionlar Ligi yox, başa düşürəm. Çıxır. Söhbətlər çıxır. O nə qədər məbləğ aldı, nə bilim nədir. Oyundan sonra kim nə məbləğ verirsə, kim istəyir apışır və sözümün canını tutmadınız. Mənim sözümün canını tutmadınız. Bu dəqiqə nə Neftçi futbolçularında o qığılcım, o istək, o Neftçi adına yaraşan davranış var. Rəhbərlikdə yalandan bu oyunda çıxın, udun 10 min, 15 min, 20 min pul verəcəm, elə rəhbərlik olmur. Bu əslində öz ayağını vurmaqdır. Mən səni başa düşdüm, çox gözəl. Mən indi sizə bir söz deyim. Bax, təsəvvür edin, əziz dostlar. İdarə eləmək olmur. Adam çıx falan oyunu, mən sənə bu qədər pul verəcəm. Adam stressdə olanda... Neftçi artıq ardıcıl ikinci mövsümdür ki, Avrokuboklardan kənarda qalacaq. Çox böyük ehtimal. Deməli, adam stressdə olanda, bu içəridə nəsə depression deyirlər. O olanda adam narahatdır. İndi təsəvvür edin, Neftçinin oyunçuları hər oyun bu meydançaya çıxmamışdan əvvəl çox böyük ehtimal fikirlərinin böyük hissəsi hardadır? Mən oyundan sonra nə açıqlama verəcəyəm? Oyundan sonra yenə mənə diriyəcəklər. Jurnalistlər bir tərəfdən, azarkeş bir tərəfdən, dostanış bu tərəfdən. İndi bu 10 min söhbəti var ha. 10 min söhbəti var ha. İndi təsəvvür elə, bunlar çıxdılar, uduzdular sabaha. Bu sual deyənlərin əlinə bir dənə də kozurdu ki, 10 min də sənə təklif elədilər, sən heç nə edə bilmədin. Yəni, məncə belə açıqlamalar düzgündür. Sənin premium varsa, şey eləməlisən, yəni, nədir onun? Yəni, gizli, sən bilməlisən, onun üçün biz. Mən, məsəl üçün, mənim komandam olsa, mən tutalım, klub prezidentiyəm. Mən premiyalarımı açıqlamazdım. Niyə görə? Qoy qıraqdan baxan desin ki, buna bax, uşaqlar kluba görə özünü cırırlar. Ən azından. Belə indi elə çıxır ki, Neftçi çıxsa, Neftçi qalib gəlsə, Neftçi qalib gəlsə, mən demirəm verməsinlər premiya, versinlər, amma Neftçi qalib gəlsə, inandırım, insanların 90% deyəcək ki, pula görə oynadılar da, pul verməsəydilər çıxmayacaqlar. Yəni, bu ucuzlaşdırırlar, Neftçi brendini ucuzlaşdırırlar. Mən də onu deyirəm, Neftçinin adı bu dəqiqə çox belə ucuz məsələlərlə. Amma bu dəqiq bilgidir, yəni ofitsialnidir, rəsmi. Dəqiq deyil, təbii ki, dəqiq sən informasiyanı necə əldə eləyə bilərsən? Necə olur o? Klub çıxıb rəsmi şəkildə elan eləməyəcək ki, biz qalib gəlsə, hər bir futbolçu 10 min ümumiyyətcə futbol komandalarında. Onda şeydir, haqlarına girməyim. Sızan məlumatlar
məlumatlar olur. Ha, yo bu media sızan məlumatçı. Yəni heç kimin haqqına girmək istəmirəm. Birdən hələ onlar ki deməyiblər o sözü. Mən də burada üstlərinə gedirəm. Yox, deyiblərsə, ümumiyyətlə, məsəl üçün bu söhbət olanda da məncə bu tək Neftçiyə yox, bütün klublara aiddir. Daha yaxşı olardı ki, hələ adamların yanında bu informasiyanı, bilgini paylaşasınız ki, onlardan sızmasınlar. Onlar elə adamın yanında paylaşır ki, heç kimlə sızmasın. Prosta ortadan həmişə çıxır da nəsə o söhbətlər. Özdə bu premiya söhbəti də bilirsən necədir? Lap hansı mərhələdən başlayırsansa, həmin o rəhbərlik məsələn sənə kubok məqsədi qoyur qabağına ki, biz kuboku qazanmalıyıq. Bu kubok oyunları da neçə oyundan ibarətdir? 6. Bizə 5 deyirsən bizdə. 5 ya 6. Ha, fərqlidir komandalar üçün. Final mərhələsindən etibarən artıq ikili oyunlar var. 4-1 final mərhələsinə daxil olmaqla. Ümumi neçədən? Ümumi 8-1 final mərhələsindən başlasa, orada birinci, ikinci mərhələ də var idi də. Birinci mərhələdə oynayırsan, birinci liqa komandaları. Hə, amma komanda var oynamır da. Oynayırsan 2 dənə oyun. Yəni Premyer Liqa komandaları 8-1 6 finaldan mübarizəyə qoşulublar. Bir oyundan ibarət. Bir oyundan ibarət. 4-1-dən, 8-1. Amma komandalar var 4-1-dən başlayanlar da var. Onu demək istəyirəm. Nəyə gətirirəm? Yəni bu mərhələni Hə də 4-5 oyunluq şey atladıqca klub rəhbərliyi sənə premiya vəd edir. Və deyir ki, məsələn, sən 4-1-i keçəndən sonra İsmail bütün komandaya məsələn 3000 manat premiya verəcəm. Keçirsən 2-1-ə polfinala. Polfinala deyir ki, qardaş, sən bu məbləğ biraz artır. Qaldırıram mən məsələn deyirəm, tutaq ki, 8000 verəcəm. Uşaqlar biləsiz, yəni oyundan qabaq bizim oyunun premiyası əgər mərhələni adlasaq o qədərdir. Həmi bir onsuz da maaşı alırsan, həmi bir tərəfdən belə motivirvat edirsən maddi tərəfdən, başa düşdün? Bunu da keçəndən sonra final mərhələyə çıxandan sonra finalda gəlir deyir ki, tutaq ki, uşaqlar çıxıb əgər çempion olsaq adam başa 15.000 pul verəcəm. Yəni bu dəyişə belə mərhələ gedir. Sadəcə olaraq elə momentlər var ki, onu sən demiş çıxır SMİ-də bu informasiya şeyində, yəni hardansa sızır ortalığa çıxır. O da bir nəsə bir tema çıxardır da ortalığa. Onun özü əslində təzyiq ya futbolçulara komandaya. Mən də onu deyirəm də. Sən ən çox nə qədər premiya almısan Ruslan? 15.000 aldın, əlində pulla gəlirsən, akazvacı sənin də padiyası sən ən çox nə qədər aldın? Ağzında maskalı gədələr gözləyir, gələn kimi dubinkan qoydu kəllənin ortada pul apar. Mən sən maskalı gədələrdən pis adamlar da var. Uzaq qohumlar var ha. Xəbər tutan kimi pul tapmısan. Krediti bağlamalıyam, oradan 3000 göndər. Hansı ki amma burada 90 dəqiqə uşaq meydansında özünü öldürür, cərir. Mən bir qohumum var. Orada heç biri demir, vay qadan qalım, ayağı zədələndi, nətər ayağın ağrıyırsanmı? Kim vecinə alır? Allah hələ bilirlər ki, biz xəstələnmirik. Futbolistlər xəstələnmir. Şeydir, mən bir qohumum var. 6-7 bəlkə bir 10 ilin söhbətini. Uzaq qohum deyə. Bakıya da gec-gec gəlir. Bir dəfə nəsə söhbət zat qonaq mən getmişdim deyəsən o tərəflərə. Mən deyəndə biz ailəmizdə. Nəsə söhbət düşdü. Söhbət düşmədi. Söhbət edirdi. Prosta söhbət edirdi. Uzaq qohumuq mənnəm nə? Dedim, nə? Çıxaq perikur eləyək həyətə. Cahil vaxtlarım idi, siqaret çəkirdim. Aha. Hə. İndi də çəkirəm. Şeydir. Nəysə çıxdıq bayıra, söhbət eləyir siqaret. Deyir, Əkbər, sən necədir, brat? Nəsə iş görməyə lazım deyə. Mən də nə qırmadım. Özünə salam deyirəm buradan yeri gəlmiş. Özü bildirsə kimdən gedirsən? Hər halda. İş görmək lazımdır. Deyirəm, hə, brat işləmək lazımdır. İki vəziyyətdə pul olsun. Elə deyir özüməm. Sən deyiniyək. Neyiniyək? Brat, sən mənə bir 300 min ver. Mən burada bir dənə deyir torpaq götürüm, ferma açam. Mən 300 min sözündən sonra o beynim söndü. 300 min dirhəm, rupi, nə ilə deyirdi o? Bilmirəm. İçəridə partlama oldu mənə. Nəsə oldu? Eşitmirəm uca. Uğultu gəlir qulağıma. Yox, 300 min özü belə elə. Sən deyiniyək. Siqareti də belə tullayan kimi kamera oradan 300 manat çəkdi onu. Yox, 10 ilin söhbətidir. Özdə rayonda. Yaxşı, olsun. Şeydir. Adnan o, deyəm, sən xəstəsən. Ay, yaxşı. Deyəm, 300 min nədir ola? Sən də ağla, mən də ağlayım, çıxıb getdi. Küstü. Küstü.